İşte adamı bilirsiniz nə yandırır. Bax bunu mən ortaya çıxartmaqdan ötürü 2 dənəsini zay eləmişəm. Biri o üzdədir, biri burdadır. Demək olar 2 dənəsini, bir yarımda belə deyək. İndi bu qalıb özümdə. Düzdür, bunu da düzüb qoşub buna vura bilərdim, amma istəmirəm. Çünki hamısı təzə olsun, onun bir dənəsinin qorxusu yoxdur. Sözüm nədir? Yəni əziyyət çəkirsən 2 gün, 3 gün bunun üstündəki nətər olsun, düz fırlansın. Yəni istədiyin kimi işləsin. Hətta təhvil verirsən, yenə də orada nöqsanlar çıxır, özün görmədiyin nöqsanlar. Ondan sonra müştəri görür. Çünki ilk iş həmişə elə olur. Və bu qədər əziyyətdən sonra 2-3 aydan sonra görürsən ki, kimsə bunu Kitaydan gətirdirib satır. Yəni eynən mən stendlər kimi, o stend vəbşi əziyyətli idi, çətin idi. Çünki onu heç yerdə görməmişdim. Yəni belə görmüşdüm, amma necə yığılacaq, necə fırlanacaq, motor almışdım. Yəni əziyyətim çox oldu bu stendlərin üzərində. Düzdür, indi bu qədər maraq doğurmur məndə. Mənə daha çox maraqlı bunlardır, bir də bunlardır. Amma biraz boşluq olan kimi düşəcəm onların üstünə. Yeni bir ortaya məhsul gələcək inşallah. Deməli, onu da Kitaydan gətirdirdilər, satırlar. Belə şeylər adamı bəzən biraz həvəsdən salır, deyimmi, yoxsa nə deyimmi? Həvəsdən salmır, əslində mən həmişə çalışıram, yəni yerində dayanmayım. Əgər onu gətiriblərsə, nəsə yeni bir şey düzəldim. Allah həmd olsun ki, Allah işlərimi asanlaşdırır. Sadəcə belə bir şey, bu Kitay həmişə, indi pulu olan rahatını tapıb, yəni Kitaydan gedir, gətirdirir. Pul olmayan isə çalışır öz əlinin qabiliyyəti ilə nəsə ortaya çıxartsın.